Deməli, Assalamu alaikum Firda Həkim. aleyküm salam, Mehriban xanım. Mehriban xanım, maşallah. Bu ya, yəni belə deyim, dolğun yaşa baxmayaraq bir dənə də dərsi qaçırmış. Vallahi halal olsun Mehriban xanım. Gərək gənclər gərək sizdən ibrət alsın. Deməli, əzizlər, bu gün yenə biraz münasibətlərdən getmək istəyirəm. Çünki hələ ki o çox-çox dərin və çox önəmli bir mövzudur. Və uşaqlıq, böyüklük qarışıq davam etmək istəyirəm. Keçən dəfə dərsdə sizə 2 dənə misal gətirmişdim. Bu qəzəblə bağlı məsələdə ki, və həqiqətən bu arada o seansa qatılan belə deyim, bəy bir xeyli sakitləşib həmin o qəzəb məsələsini ortaya çıxardandan sonra və biz məsələ nədir? Bəzi bax, zehnin belə bir xüsusiyyəti var. Mən bunu hər dəfə deyirəm. Amma düşünürəm ki, təkrarlamaqda bir fayda var. Zehnin çox-çox ehtiyacı var ki, hər şeyi çox xırda incəliyə qədər bir açıqlığa qovuşsun da. Yəni hər şey açıqlansın, qeyri-müəyyənliyindən qurtulsun. Amma burada bir dənə nöqtə var. Baxın, bu həftə daha çox bu sözləri eşitmişəm ki, bəs mən problemi bilirəm, problemi başa düşürəm də hardadır da. Yəni mən başa düşürəm ki, bu problemin kökü buradan gəlir. Bəs başıma nədən gəlib? Mən amma çox qəribə bir şəkildə başa düşürəm, amma həll eləyə bilmirəm. Bax, bu çox önəmli məqamdır. Həll eləyə bilmirəm. Ya da həll və oturub belə deyim, insanı dinləyəndə başa düşürsən ki, əslində həll metodu səhvdir. Hə, indi gəlin baxaq. Və keçən dəfə qəzəb məsələsində izah eləmişdim ki, uşaq neynir? Uşaq bir problemlə qarşılaşır, qaçırmamaya, mama o problemi həll eləyir, amma necə həll eləyir də? Bugün də həmən o üslublardan danışacağam. Məsəl üçün, hər insan öz həyatındakı problemi cürbəcür həll eləyir. Biri elə qəzəb məsələsidir, biri ağlamaq. Baxın, bizim mentalitetimizdə hətta bir 15-20 il bundan qabaqkına lap getsək, çox insan, çox ailə, çox gülmə, yəqin bunu çoxunuz eşitmisiniz. Vay, çox gülmə, 100% ağlayacağıq, bu qədər gülmək olmaz. Ya da nə bilim, sən Allah, çox yaxşı günün olanda həddindən artıq çox bunu paylaşma, ağlayarsan, nə bilim, gözdəyər, nəzərə də çox inanırıq ümumiyyətlə. İndi deyəcəksiniz ki, hocam, bəs burada məsələ nədir də? Yəni yoxdur bəyəm belə şeylər? Var. Nəzərdə var. Hətta mən sizə bunu da deyəcəm ki, bəli, mümkün mərtəbə ümumiyyətlə sosial media çıxandan insanların psixoloji vəziyyətləri daha da pisləşib. Siz niyə? Çünki insanlar həmən o blogerlərin həyatını, həmən sosial mediadakı məsələləri görür və həyatları, həyat tərzlərini görür və bu həyat tərzini görəndən sonra axı özündə o yoxdur. Başa düşürsüz? O yoxluq duyğusu, o insana çox çətinlik törədir. Yəni insanlar bunu çox çətinliklə həzm eləyirlər ki, niyə məndə yoxdur? Bir də çox insan bəlkə də Instagram səhifəsində əgər bir 200 nəfər varsa, bunun 50-60 nəfəri tanınmış blogerlərdir və Instagram alqoritmasına görə, yəni kodlamasına görə bu tanınmış blogerləri mütləq şəkildə qabağa atır. Yəni neynirsən elə, o insanları sən daha çox görürsən. Çünki onlar daim paylaşım eləyir. Çox həddindən artıq çox aktiv olduqları üçün onları sən daim görürsən. Və burada nə baş verir? Təsəvvür edin ki, siz Instagramda ya da TikTokda gəzindiyiniz zaman əksər hallarda real olmayan, amma məhz o platformadan pul qazanan və təbii ki, həyatlarını çox lüks və çox üst səviyyədə göstərən insanları görürsünüz və burada depressiya, baxın, burada depressiya şeyi artır. Depressiya
olanağı artır. Niyə? Niyə onu izah edəcəm? Çünki baxın, axı zaten bizi şəhərə məhkum buraxıblar. Yəni bizim təbiətlə əlaqəmiz tamamilə kəsilib. Daha sonra biz çox az qabaqki kimi ailələr bir araya toplanmır. Yəni öz ailə fərdlərimizlə çox gec-gec görüşürük. Ümumiyyətlə insan kim ki işləyir, hər gün ya eyni kollektivi görür, bir də evə qayıdır. Amma ailə fərdləri, ailə bağları, bir-birinin ailə həyatının münasibətlərini qurulmağı, bir-birinə baş çəkməyi, bunlar çox azalıb, düzdür? Və dolayısıyla günümüzün ən boş saatları, ən dəyərli saatları nəyinə keçirdirik? Xalqın ailəsinə baxaraq, xalqın həyatına baxaraq və burada xalq məsələdir ki, marketinq marketinq üstünlüyü verərək, yəni öz həyatını lüks göstərməlidir. Hətta sizə bir dənə təhqiqat aparacağam. Daha deyəcəm, 1960-larda televizor təcrübəsi çıxdığı zamanlar reklam təbii ki, reklam şirkətləri başladı böyüməyə, inkişaf etməyə. Və hardasa 1980-lərdə insanlar belə bir araşdırma aparırlar, həmən o reklam şirkətləri ki, biz nə kimi video qoya bilərik ki, insanlar o videoya baxaraq məhsulu daha tez alsın. Hətta bununla bağlı Şabanın çox gözəl kinosu var, həmən o reklam məsələsində türklərdə. Deməli, oradan tədqiqatda nə göstərilir? Məhsulun keyfiyyəti, məhsulun adı, brendi falan heç bir önəmi yoxdur. Əsas odur ki, reklamda gülər üzlü insanlar görsünsün. Gülər üzlü insan nə deməkdir? Ekran qarşısında gülər üzlü insanı görən insan orada xoşbəxtlik, ayna neyronu həmən o ekrana işləyir və görür ki, hə, bu xoşbəxtdirsə, mən də bu məhsulu alsam xoşbəxt olacam və dolayısıyla məhsulun alma şeyi artır. Və baxın, ən gülər üzlü, böyük ailələr, dostların bir arada olmağı, əyləncə göstərilən reklamlardan biri, məhsullardan biri Coca-Cola brendidir ki, bütün reklamlarında mütləq şəkildə əyləncəni, dostları, yəni hər cəhətdən belə də yəni çox möhtəşəm bir həyatı sunur insanlara. Və burada nə baş verir? Coca-Cola'nın baxın, Coca-Cola'nın zərərlərindən hansında həddindən artıq çox danışılır. Yəni ən çox da zərərlərindən danışan insan bədəninə olan zərərlərindən danışılan məhsul da Coca-Cola'dır, düzdür? Amma baxın ki, görün ki, bunun satışında heç bir zəiflik yaranmayıb illərdir. Və bu da həmən o reklamların nəticəsidir. Yəni bunu nəyə gətirirəm? Təsəvvür edin ki, insanın ailəsində min bir dənə problem var və açır sosial medianı, çox yox, bir 10 dənə, 15 dənə blogerləri izləyirsə, o blogerlərin əksəriyyəti restoran reklamı verəcək, məkan reklamı verəcək, yemək reklamı verəcək, nə bilim, paltar reklamı verəcək və bunun yanı sıra evinin, eşiyini, ailəsini göstərir və hər şey dörd dörtlükdə də problemsiz göstərir, düzdür? İndi burada nə baş verir? O anda siz bu blogerləri zaten ailə münasibətdə zəif olan zəifdir də hal-hazırda bizdə, çünki həyat belə gətirib. Üstəgəl biraz da ailəmizdə bir balaca artıq problemimiz varsa, yoldaşınızla yola getmirsinizsə, uşaqları idarə eləyə bilmirsiniz, maddi problemimiz var, ya da nə bilim borc ödənmə çətinliyi var, yemək problemi var və s. Bunu sağlamlıq problemi var. Bunu uzada bilərik də. Ki statistikaya baxıldığı zaman hansı ailədə problem yoxdur ki, düzdür? Problemsiz ailə ümumiyyətlə yoxdur. Və burada nə baş verir? O anlıq xoşbəxtlik hormonu dopamin artır. Dopamin artır. O blogerlərə baxdığımız zaman, yəni biz telefonda
qurtdalayırıq, blogerlərə baxırıq, dopaminimiz artır və sonra nə baş verir? Sonra bu baş verir ki, telefonu söndürdük, getdik özümüzə bir stəkan çay içdik. Zehin o anda sənin əlhəmdülillah bir stəkan çayın var deməyəcək. Çayla içməyə bir qəndin var deməyəcək. Zehin deyəcək ki, bax, gördün, o bax, başlayacaq yox olanları, yəni nə ki səndə yoxdur, onu sənə yad etməyə. Dolayısıyla, əzizlər, misal üçün mən çox təəssüf edirəm ki, görəndə ki, insanlar, yaxşı, deyəlim ki, sən məhsul və reklamlara önəm, dəyər verirsən və bir məhsulu almamışdan qabaq onun reklamını görmək istəyirsən. Tamam, haqqındır, heç nə demirəm. Amma da bir dənə blogerli izlədim, bir dənə blogeri seç, iki dənə blogeri seç. Da 20 dənəsini aynı anda izləmənin nə mənası var? Bu sənə nə verir, nə gətirir? Baxın, bax bunu e, heç bir mütəxəssis sizə deyə bilməz ki, 21-ci əsrdə uşaqların əlindən telefonu tamamilə alın və öz əlinizdən bu telefonu alın. Mümkün deyil. Yəni istəsəz də, istəməsəz də sosial media bizim həyatımızın əksərini tutub. Amma bilinçli istifadə etmək xoşbəxtliyə gətirib çıxardar. Bilinçsiz istifadə etmək isə insan münasibətlərinə çox ciddi xətər yetirir. İndi deyəcəm necə. Misal üçün, 5 dənə, 10 dənə blogerləri izləyirik. Hamımız xanımıq, hamımızın sevgi hormonuna, hamımızın sevgiyə, qayğıya ehtiyacımız var. Düzdür? Bu danılmaz bir fakt. Və burada bir dənə blogerə baxdıq ki, ay Allah, evlilik yıl dönümünə belə sürpriz, nə bilim, belə nə çiçəklər, böcəklər falanlar filanlar. İkinci bloger gəlir, toyunu getdi İtaliyada elədi, harda elədi, neylədi. Üçüncü bloger gəlir, ad günündə nə bilim gəmidə keçirdi, hara getdi, neylədi. İndi yay gəlir, başlanacaq tətil postları. Və indi hər adamın da imkanı yoxdur axı, başa düşürəm də. Heç bəzi insanlar var ki, yay boyu rayona belə çıxa bilmir. İndi o insan neynəsin? İstər istəməz zehnində yoldaşına qarşı acıq başlayacaq ki, niyə eləmirsən? Bir də blogerlərin çox şablon və həddən artıq çox istifadə olmuş söz var. Seçim bəli, həyat sənin seçimindir. Amma bəzi insanların seçimini dəyişdirmək, bəzi insanların zehnini dəyişdirmək o qədər də asan deyil. Yəni gəlmişik burada 40 yaşına, misal üçün 40-50 yaşına və həyat yoldaşımız da az bir 40-50 60-a yaxın yaşı var, düzdür? Yəni indi birdən-birə onu zehnini çalxalayıb dəyişdirmək nə qədər realdır? Yəni bir zehin üzərində işləməsi azı 4-5 il çəkir ki, bəzi tabular yox olsun, insan özünü tanısın. Özünü tanımaq ümumiyyətlə elə bir prosesdir ki, bu bitmir əzizlər, bitmir. Yəni bu proses daimi davam edən bir prosesdir. Və təsəvvür eləyin ki, birdən-birə başlayır yavaş-yavaş qırğınlar. Bizə filan şey olmadı, filan şey niyə yoxdur, filan şey belə, filan şey elə. Sən elə ancaq otur, sən elə yat fil qulağında və cəmaət belə, cəmaət elə və bu blogerlərin yanında da bir-iki dənə də imkanı yaxşı olan ya da öz illik planını doğru quran insanları görürsən və salam. Sadəcə, misal üçün, blogeri deyəndə gənə həyat yoldaşı nəsə deyə bilər, amma tanış-tunuşu deyəndə ora heç nə deyə bilmir və qırğın qopur. Yəni, əzizlər, sosial medianı bilinçsiz istifadə etmək bizim həyatımızda, həyatımızın münasibətlərinə çox mənfi təsir eləyir. Və indi gələcəm uşaqlarımıza. Evladlarımızla olan münasibətdə. Eyni şey də evladlarımız üçün də keçərlidir. Evlad blogerə baxır, evlad o, xüsusən uşaqlar və yeniyetmələr, bilirsiniz nəyi izləməyi sevir? Komediya blogerlərini izləməyi sevir. Və bu komediya blogerlərini izləyərkən bilirsiniz nə ilə qarşılaşırıq? Mən bunu çox yeniyetmədə izləyirəm. Və çox təəssüflə də deyirəm ki, hal-hazırda ana profili blogerlər tərəfindən əməli başda istismar olunur. Yəni, əməli başda ana profili elə yıxıblar, yerlərdə sürüyürlər ki, elə nə oldu, elə Azərbaycan anası
qəzəbli, əsəbi, daim qarğış tökən bir profil yaradır. İndi baxın, oturub bir analiz eləyin. Təsəvvür edin ki, yeniyetmə də bu gülməlidir də. Bir də biraz da həyatımızda okey 3-ü, 5-i var. Bunu müşahidə edə bilirik. Amma və axı uşaq daim o məsxərə olunan ananı görür. Məsxərə olunan ananı görür, məsxərə olunan ananı görür və nəhayətində nə olur? Uşaq artıq anasını evində ciddiyə almır. Və biraz da bir-iki dənə də ana oradakı o blogerlərin elədiyi şeyləri evdə təkrarlayırsa vəssalam. Yəni həmin o profil gəlir bu profillə, gerçək ananın profillə uşağın zehnində birləşir və uşaq artıq ananı ciddiyə almır. Ona görə əzizlər, mən analara deyirəm, sizin fərqində deyilik, amma bizim telefonumuzda çox böyük bir düşmanımız var, xəbərimiz yoxdur. Yəni biz evladlarımızla o qədər yaxın, o qədər doğru bir münasibət qurmalıyıq ki, evladlarımız həmən o tələyə düşməsin. Çünki baxın, sosial media tələsinə düşmək çox asandır. Hətta sizə bir dənə şey deyəcəm. Gün ərzində buna diqqət edin. Bir yarım saat Instagrama baxandan sonra ya da TikToka baxandan sonra telefonu qoyun kənara və ağlınıza hər gələni çox yox 15 dəqiqə bir dənə fikir verin, ağlınıza hər gələni bir dənə dəftərə yazın. Düşüncələrinizə bir dənə fikir verin. Misal üçün 40-45 yaş üstü insanlar TikTokda çox qəmli notları həddindən artıq çox dinləyir. Qəmli mahnılar, nə bilim, haqq belə gəldi, insan haqqı belə gəldi, elə mən ömrü boyu tapdalandım falan filan. Bu insanların oturub düşüncələrini sadəcə bir analiz eləsəz, görəcəksiniz ki, onlar həmin o qəmli notları ilə fikirləşir. Baxın, zehin bir süngər kimidir, qubqa kimidir. O nəyi tökürsən sən gün ərzində, istər-istəməz o haqda düşünür. O haqda bilsən necə eləyir? Bilirsiniz necə olur? Baxın, siz TikTokda və Instagramda izlədiyinizi avtomatik öz həyatınıza keçirdirsiniz, avtomatik. Və öz həyatınıza keçirdəndən sonra bilirsiniz nə baş verir? Orada baş verir yanlış analiz. Yəni sən artıq o notlarla öz həyatına baxırsan. Hətta mən terapiyaya gələn insanlardan birinci sualım odur. Ən çox nə mahnılar qulaq asırsan? Dinlədiyin musiqilərin sözləri sənə nə deyir? Hansı tərz serialları izləyirsən? Çünki bu ümumən bizim zehnimizə birbaşa təsir edir. Və zehin başlayır gördüyü və dinlədiyi şeylərə uyğun düşünmək. Dolayısıyla əzizlər, sosial mediayı dinlədiyimiz zaman üstadlar, düzgün danışan elm adamlarını, əgər psixologiya sahəsinə maraqlısınızsa, psixologiya sahəsini, amma yəni elmlə məşğul olan insanları izləmək daha faydalıdır. Yəni çalışın ümumiyyətlə bu gündən sonra sosial medianızda kimləri izləyirsiniz, nələri izləyirsiniz, orada əməli başlı bir təmizləyin. Blogerlər, əgər bəhsullara çox önəm verirsinizsə, reklama bir dənə bloger izləməyiniz yetərlidir. Çünki insan zehni, bir də o blogerlər bilirsiniz, öz həyatlarını da nümayiş edirlər. İstər-istəməz izləyici ilə bağ qururlar və izləyici sonra onu ailəsinin fərdi kimi qəbul edir. O qədər doğma olur ki, təsəvvür edin, hər gün sən bu adamın həyatını izləyirsən. Bir müddət mən də belə bir boşluğa düşmüşdüm təzəlicə. Bir də oyandım, gördüm ki, ay Allah, mən yəni şeyimdə izləmə siyahımda nə qədər bloger var imiş. Sonra bir müddət təmizlədim. Özümdə də müşahidə elədim ki, istər-istəməz adam bir dənə həyatında nito olduğunu gözünün qabağına həmin o rənglər, həmin o videolar gəlir ki, filan kəsin həyatında filan şey var və yaxud filan şey baş verir. Başa düşürsünüz əzizlər. İndi gələcəm, bu necə bizim münasibətlərimizə təsir edir? Ümumiyyətlə, ailə münasibətlərində ailəvizlə mütləq və mütləq, baxın, havalar qəşəngləşib.
Tamam, rayona bəlkə gedə bilmirik, imkanımız olmaya bilər. Hər şey ola bilər də, həyatda imtahandır. Amma parka getmək pulsuzdur axı. İndi şükür Allaha, 20 il bundan qabaq parklarda, qazonlarda oturmağa icazə vermirlər. İndi gənə ona şükür eləyirəm ki, Bakıda demək olar ki, hər yaşadılan yerə yaxın bir park var. Bir dənə semiçka alın, bir dənə termosda çay götürün, ailənizi, yoldaşınızı, axşam çağı yığın, gedin oturun parkda. Nə olar ki? Nə itirərsiniz? Açıq havada oturarsınız, söhbət eləyərsiniz. Biraz havada vaxt keçirərsiniz. Yoldaşınızla baş-başa, uşaqlarınız böyüdürsə, mütləq bir yürüyüşə çıxın. Bu çox faydalıdır. Həm zehniniz açılır, həm bir-birinizi dinləməyi, bir-birinizi eşitməyi öyrənirsiniz. Hər ailənin həyat yoldaşı saatı olmalıdır, əzizlər. Və yaxud e, uşaqlarınızı. Uşaqları çalışın həftədə 3 dəfə heç olmasa bərabər parklara gedib oturun, əyləşin. Bilirəm də uşaqlar gedəndə onu alır, bunu alır, onun parklarda da cürbəcür attraksionlar var, amma uşağa çıxmamışdan qabaq baxın. Burada da münasibətin doğru qurulmağının çox önəmi var. 2 yaşından tut, 3 yaşından tut uşaq artıq bəzi sözləri şərtləşməyi bilir. Burada da nə edirsiniz əzizlər? Uşağı otuzdurursan, deyirsən ki, mama qurban. Biz parka əylənməyə gedirik. Biz parkda oturub biraz açıq havada oynamağa gedirik. Amma bu oyunların içində pul xərcləməyəcəyik. Bugün mama parka evdə bişirdiyi yeməkləri, evdə dəmlədiyi çayı və evdə nə varsa sağlam olsun deyə bunları götürəcək yanında və bunlardan başqa mamadan heç nə istəmirsən. Papadan heç nə istəmirsən. Sevda Əgər, Həkim. bəli Mehriban xanım. Bir də piknik kimi də elə bil ki, Hə, balaca sağ bir piknik. Ay, balaca bir də biz səninlə piknik eləyəcəyik. Hətta piknikin əşyalarını mümkünsə bərabər hazırlayın. O da çox faydalı olur. Yəni uşaq özü də o prosesdə iştirak eləsin. Ki yeniyetmələr ki, zaten bir dəfə söz bəs eləyirdi onunla. Amma mütləq bunu eləyin əzizlər. Bir söz nə qədər xeyrin görəcəksiniz. Həm ailə münasibətlərimizdə, həm bir bərabər vaxt keçirimində. Yəni, hər cəhətdən çox rahatlığını görəcəksiniz. Üstə gəl, misal üçün, üstə gəl, bir-birinizi inanın ki, tanımadığınızı fərqində varacaqsınız. Yəni, nə insan ailədə belə bir məsələ olur ki, deyim ki, biz hamımızın əlində telefon var. İndi axşam oturduq, yeməyi yedik, oturduq, çay, inanmıram. Çox ailəni soruşanda deyirlər ki, çay süfrəsi də qalır ki, kim istəyir gedir çayını götürür, keçirir ya otağına ya köşəsinə. Amma və misal üçün elə ailələr tanıyıram ki, böyük ailədir də, amma görürsən ki, iki cümləni bir araya gətirə bilmirlər bərabər və bu da siz nəyə gətirib çıxardır? Bu da ona gətirib çıxardır ki, biz əslində ailəmizdəki insanları heç tanımırıq. Biz balla eyni yastığa baş qoyduğumuz həyat yoldaşımızı belə tanımırıq. Və bu cür ünsiyyət, bu cür bərabər vaxt keçirtməklər, bunlar o qədər önəmlidir ki, əzizlər. Çünki zaten beynimiz və zehnimiz həddindən artıq çox zəhərlənir. Yəni o qədər zəhərlənir ki, yanlış məlumatlarla, indi kimsə, hətta mən həmişə deyirəm ki, bax siz izləyirsiniz blogerləri. O orada pul qazanır. Onun həyatı firavan olur. Amma siz o blogerləri izlədiyiniz zaman əlinizdə olmayanlara fokuslanırsınız. Və həyatı özünüz əslində zəhər eləyirsiniz. Yəni həm qarşıdakı insana pul qazandırırsınız, həm də qarşıdakı insanın həyatınıza çox səhv bir yöndə müdaxilə etməyinə icazə verirsiniz. Hətta şeytan misalında da çox gözəl misaldır bu. Xutbələrdə bizim Üstad Elşən müəllimin xutbələrində çox tez-tez bu cümləni deyir, şeytan qapıdan baxır, gəlir vəsvəsə eləyir, amma qapıdan baxır. Sən ona icazə verirsən ki, gəl daxil ol, gəl məni günaha ya da məni səhvə sürüklə. Yəni sən ona icazə verməsən, o qapıdan içəri girə bilməz. O qədər zəifdir əslində. Yəni
bizim istəklərimiz, bizim münasibətlərimizi korlayan bəzən zehnimizdə olan səhv məlumat və səhv düşüncələrdir, əzizlər. Dolayısıyla burada çox önəmlidir, çox önəmlidir. İnsan özünü gündə heç olmasa 15 dəqiqə, 20 dəqiqə bir analiz eləsin ki, mən nəyi nəyə görə düşünürəm. Hətta bilmirəm, eşitmisinizsə yox. Misal üçün, adi qeybət eləmək. Qeybət eləməyin çox adam deyir ki, başqasının dalınca danışdığımız üçün, başqasının haqsız yerə mənfilərini dilə gətirdiyimiz üçün qeybət haramdır. Amma qeybətin haram olma səbəblərindən biri də, əzizlər, insanın öz zehninə olan təsiridir. Misal üçün, kimsə sənə gəlir, başqasının haqqında danışır, sən onu tanımırsan belə. Ya da belə də cüzi tanıyırsan. Eee, tez onu sustursan belə, zehnində onun qarşı onun haqqında deyilən sözlər ilişib qalır və mütləq bu insanın münasibətinə təsir görür. Bəlkə də yalandır. Bəlkə də heç orada belə bir şey yoxdur. Amma sən o sözü ki eşitdin o insan haqqında, sən istər-istəməz mənfi təsir eləyəcək. Məsəl üçün, mənim həyatımda çox böyük bir divizim var. Mən eşidəndə ki, kimsə mənim arxamca danışıb və yaxud danışana, hətta danışıb yox, danışanı dinləyib, mənfi danışanı dinləyib, mən dinləyən insanla öz arama məsafə qoyuram. Onu tənqid eləmirəm, amma məsafə qoyuram. Bilirsiniz niyə məsafə qoyuram? Çünki mən уже bilirəm ki, o istər-istəməz mənə qarşı zehninin bir köşəsində neqativi var. Və mən nə edirəm eləyim, onu oradan silə bilməyəcəm. Yəni onunla çox yaxın dostluq, çox yaxın münasibət eləməyin mənası yoxdur. Və mən həmişə deyirəm ki, əzizlər, qeybət eləyənin, yəni kimsə pis danışanı dinləmək, bu sadəcə qeybət üçün deyil. Ümumiyyətlə mənfi söz danışanı mən heç vaxt tənqid eləmirəm. İndi onun zehni o vəziyyətdədir də, o onu bilir. Amma dinləyən var ha. Dinləyən ki, o zəhəri özünə tökülməyinə icazə verir. Bax, dinləyən daha çox məsuliyyət daşıyır, nəinki danışan. Düz Çünki sən deyirsiniz, orada sözlər haqqında. sadəcə başqasının mənfisini, sən həm başqası haqqında mənfi düşüncəyə məruz qalırsan, bir də öz ruhu və öz zehnini də kirlətirsən. Ona görə dinləmək çox böyük məsuliyyətdir. Yəni əzizlər, baxın, bu sadəcə qeybət məsələsi də deyil. Misal üçün, bax, indi burada da bir dənə gör nə qədərdir. Hə, burada da bir dənə çox incə bir dənə məqam var. Bəzən bir dənə əzizi görərsən. İndi evdə ola bilər də nəsə bir əziyyət görürsən kimdənsə və sadəcə ona dərd yanıqlı kimi, yəni deyərsən ki, hə bu belə bir şey baş verir həyatımda falan. Məsləhət almaq üçün ya da təskinlik tapmaq üçün onu dilə gətirərsən. Amma orada bir ürək yanğısı olur adətən. Amma çalışın onu da eləməyin. Çünki istər-istəməz o ruha təsir edir, çox mənfi təsir edir. İnsan zehninə mənfi təsir edir. Hətta sizə bir dənə söz deyim. Heç kəsin həyat yoldaşı 4-4 il deyil də, düzdür? Bəzən biz ailəmiz haqqında kiminsə yanında şikayət edirik ya. Bir dənə şikayət edib evə gələndən sonra özümüzə bir dənə diqqət yetirək. Nə barədə diqqət yetirək? Bir dənə içimizə baxaq. Biz ailəmizdə bir dənə mənfi varsa, 3-4 dənə də müsbəti vardır, hə? Amma o müsbətlər tamamilə yaddan çıxır. Çünki sən zikr edirsən, sən dilinlə daim o neqativi deyirsən. Həzrət Əlinin çox sevdiyim bir dənə hədisi var. Son 6 dəqiqə qalıb hədislə bitirəcəm. Həzrət Əli buyurur ki, misal üçün, sizə bir insandan xeyir dəyməlidir, xeyir gəlməlidir. Və siz bir anda o insan haqqında bir suizənə qapılırsınız. Bir xal düşür zehninizə ki, yox, yəni nəsə burada nəsə var belə, nəsə bir şübhə, nəsə bir mənfi düşüncə. O xal düşəndə o insan ki sizə xeyir verməli idi, o insan sizə mütləq gəlib zərər verəcək.
Hətta o xeyrin içində belə siz zərər tapacaqsınız. Bu hədis bizə nəyi başa salır? Həqiqətən insan, baxın, misal üçün mən sizə kiminsə deyim ki, burada ərk elədiyim, misal üçün Nazın haqqını, Nazı çox xeyir. Naz mənə xeyir vermək istəyir də, mənə kömək eləmək istəyir. Amma mən bir anda Naz üçün başlayıram düşünməyə ondan gələn xeyirdən nə olacaq? Ya da nə bilim, nə qədər mənə kömək eləyə bilər ki, deyə düşünürəm. İnanın, mənim düşüncəm Nazın elədiyi işə o qədər təsir eləyəcək ki, Naz mənə xeyir eləmək istəsə belə, o işin nəticəsi gəlib zərər olacaq. Və mən sanki zehnimdə bunu təsdiqləyəcəm ki, ayda mən bilirdim də, mən bilirdim ki, Nazdan mənə xeyir gəlməyəcək. Halbuki o yazıq orada əlləşir, vuruşur mənə xeyir vermək üçün. Amma mənim o düşüncəm nəticəni pis tərəfdən görəcək. Nəticədə bir dənə xırda bir xəta, xırda bir səhv, xırda bir problem olsa, mən artıq o nəticədən yapışıb, o mənfidən yapışıb deyəcəm ki, vay, gördün alınmadı. Ona görə əzizlər, qurban olum sizə, düşüncələrimizi, baxın, hər birimizin bir dənə dəftəri olsun, düşüncə dəftəri. Və düşüncələrinizi bəgən gün ərzində 15-20 dəqiqəsini bir dənə bir yazın, bir baxın, görün siz ən çox nə haqda düşünürsünüz. İnanın, bu əməlin o qədər faydasını görəcəksiniz ki. Bir də oyanacaqsınız ki, bir də bunu da eləyin. Misal üçün, dəftərin bir tərəfinə düşüncələri yazdım. Məsəl üçün, mən bu günlər nə düşünmüşəm? Pulum falan şeyə çatmayıb, nə bilim, yemək haqqında düşünmüşəm, nə haqqında, dərs haqqında düşünmüşəm və s. Falan kəs haqqında düşünmüşəm, qaynanam, qaynatam, nə bilim nə. Onun yanına da tire qoyub ya da altına bir boşluq buraxın və oturun özünüzə sual verin. Yaxşı, mən belə düşündüm, niyə belə düşündüm ki? Bir dənə sual verin, niyə? O kadar önemlidir ki o sualı doğru insan doğru şekilde özüne versin. İnanın, bir müddet sonra keçib siz onun cevabını tapacaksınız ki, ay Allah, mən falan şeyin təsiri altında belə düşünmüşəm. Və bu olacaq sizin, buna self terapiya deyirlər. Yəni insan özünün terapiya kimi özünün zehnini təmizlənməlidir. Ona görə əzizlər, bunu mütləq eləyin, çox faydasını görəcəksiniz. Bir də bir şey də deyim, onu yazdığınız zaman, bu ki cavab gözləyirsiniz, o cavabı anında gözləməyin. Biraz özünüzə vaxt verin. Sadəcə yazın, altına boşluqsa. Misal üçün, bugün günün deyəm ki, saat 5-də yazılır. Buraxın. Bir də yatmamışdan qabaq açın. Nə cavab gəlibsə, altına yazın, görəcəksiniz ki, nə qədər təsir altında qaldığımız üçün biz bəzi şeyləri eləyirik. Yəni, ona görə əzizlər, belə şeylərə çox diqqət eləmək lazımdır. Nə izlədiyimizə, nəyə baxdığımıza, kimi takip edələdiyimizə, kimi izlədiyimizə çox diqqət edin və öz zehninizi, mən həmişə deyirəm ki, tualetdən suyu içə bilmərik də, düzdür? Bax, sosial mediadan yanlış istifadə həmən o tualet suyunun bədəni olan təsirin zehnə göstərir. Yaxşı, əzizlər. İndi bizim Zoom atacaq, çox təəssüf hələ ki belə limitsiz sona keçə bilmirəm. İmkan baxımından inşallah Allah yetirər, düzəldəcəm bu problemi. Amma hələ ki 40 dəqiqə ilə yekunlaşdırmaq məcburiyyətindəyəm. Sualı olan yaza bilər. Əgər istəsəz, bir də WhatsApp-dan sual cavab olaraq davam edə bilər. Gününüz xeyirli, həftə sonunuz xeyirli, uğurlu. Sabah da cümədir, cümləniz mübarək olsun inşallah. Allah Sizdən daha həmşirlik həkim. Can, hər birimizin zehin açıldığı etsin. Kimi bloqimizdən bir daha dərslərə məşğul olurum. Ən çox qəza ilə bağlı xəbərlər mənə deyilir, bəsdikləmişlər, baxın biraz elə. Bax ki, əhvalım yaxşılaşın, bir psixolog kimi sizdən məsləhət istəyirəm mənə. Yazan, bilmirəm kimdir adınızı. Sizə belə deyim, indi mən WhatsApp-dan sizə onun cavabını yazacağım, yaxşı?